Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi. Qarabağın əsrarəngiz təbiətində, Laçın rayonunun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla işğaldan azad olunmuş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət edən mühüm layihələrdən biridir. 11,2 hektar ərazidə yerləşən Laçın istirahət kompleksi 120 müxtəlif kateqoriyalı otaqları olan otel binasından 8 kotecdən ibarət olmaqla ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. Burada işgüzar görüşlər, konfranslar və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş teatral və ziyafət üslubda zallar, konfrans və toplantı otağı yaradılıb. Kompleksdə fəaliyyət göstərəcək restoran və kafelər həm milli, həm də dünya mətbəxinin təamlarını qonaqlara təqdim edəcək. Burada qonaqların istirahətini mənalı və əyləncəli keçirmələri üçün xüsusi zonalar və uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək. Kompleksin ərazisindəki futbol və basketbol meydançaları, velosiped və yürüyüş zolaqları qonaqlara aktiv istirahət təqdim edəcək. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və digər işğaldan azad olunmuş ərazilərin sakinləridir.